Salam, gününüz uğurlu olsun. Monitoring TV-də xəbər vaxtıdır. Studiyada mən Aynur Kərimli günün prioritet xəbərlərini sizə təqdim edirəm. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurmadan sonra açılışında iştirak ediblər. Dövlət başçısının ötən il imzaladığı sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb. Fərdi evlərin və infrastrukturun bərpası sayəsində görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar. Davam edirik. Son günlər Ermənistan ordusu şərti sərhəddə aktivləşib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basar-Keçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan öncə martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-ədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Keşiş kənd rayonunun Arpa, Qarakəsə rayonunun Saybalı və Çəngbələk rayonunun Vaqan yaşayış məntəqələri istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən casus missiyası ilə yenidən aktivləşib. Müşahidə missiyasının yeni görüntüləri yayılıb. Görüntülərdən aydın olur ki, Avropa İttifaqının müşahidə missiyasına məxsus maşın kərvanı Laçın və Zəngilan istiqamətlərində sərhədə doğru irəliləyir. Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib. Onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Ermənistan tərəfi isə mütəmadi olaraq atəşkəsi pozması ilə yanaşı digər təxribat üsullarına da əl atır. Kalibr Azərbaycan hərbçilərinə qarşı yol verilməz hərəkətlər edən erməni əskərin görüntülərini yayıb. Bir erməni əskəri təxribat xarakterli hərəkətlər edib. Qeyd olunub ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əskərlərinə qarşı təxribat xarakterli addımları Avropa İttifaqı missiyasının gözləri önündə baş verir. Belə hərəkətlərin doğurduğu nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Bu təxribat ya ordudakı intizamsızlığın göstəricisi, ya da əvvəlcədən planlaşdırılan ssenaridir. Hər iki halda eskalasiyanın əsas səbəbkarı İrəvandır deyə məlumatda qeyd olunur. ATƏT-in artıq aktual olmayan Minsk qrupunun ləğvi vacibdir. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycanda akreditə olunan müsəlman ölkələrinin səfirləri üçün təşkil edilən iftar tədbirində deyib. Post-münaqişə dövründə baş verən proseslər barədə danışan nazir, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlər arası münasibətlərin qurulması haqqında iki tərəfli saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib. Bununla yanaşı, sazişin imzalanması üçün Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı müvafiq düzəlişin edilməsi tələbi ilə bir daha vurğulanıb. Bu xüsusda ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyatı strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb. Birinci Qarabağ müharibəsində etkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 2 şəhid dəfn olunacaq. Bu barədə əsir və itkin düşən, girov götürülən vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Qeyd edək ki, itkin şəhidlərin hər ikisi hərbçidir. Onlardan biri 1994-cü ildə Füzuli rayonu Şükürbəyli kəndində itkin düşən 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu. Digəri isə 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində itkin düşən 1960-cı il təvəllüdlü Atayev Atakişi Qəhrəmanoğludur. Daşqın Behbudov doğulduğu Göyçə rayonu Mırtı kəndi qəbristanlığında, Atakişi Atayev isə Bakı şəhəri Nizami rayonu Keşliyə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq. Və biz dünya gündəmi ilə davam edirik. Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleksis Grinkeviç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. O bildirib ki, hər şey əvvəlki kimi davam edir. Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması barədə məlumat yayılmışdı.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump qiyamçı Husilərin hücumlarının arxasında İranın dayandığını bildirib. Onların yeni hücumları halında ABŞ silahlı qüvvələrini yalnız qiyamçılara zərbələrlə məhdudlaşmayacağını vurğulayıb. Bu barədə Birləşmiş Ştatların lideri Trust Social sosial şəbəkəsində məlumat verib. Hər kəsə özünüzü aldatmağa icazə verməyin. Yəməndə yerli xalqın nifrət etdiyi Husilərin, qəddar banditlərin və quldurların törətdikləri yüzlərlə hücum İrandan gəlir və onun tərəfindən yaradılıb. Husilərin istənilən gələcək hücumları və cavab hərəkətləri böyük qüvvə ilə qarşılanacaq və həmin qüvvənin bununla kifayətlənəcəyinə dair heç bir zəmanət yoxdur, deyə Ağ Evin rəhbəri yazıb. Slovakiya hökuməti isə Ukraynaya hərbi yardım üçün 1 sent belə vermək fikrində deyil. Bunu Slovakiyanın baş naziri Robert Fico Facebook sosial şəbəkə səhifəsində yazıb. Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və ona hərbi yardım üçün 1 sent belə göndərməyəcək deyə o bildirib. Eyni zamanda Fico Ukraynada və Slovakiya hökumətlərinin birgə iclasının təşkil edilməsini dəstəkləyib. Onun fikrincə müvafiq görüşdə müzakirənin əsas mövzusu hər iki dövlət üçün sərfəli olan layihələrin həyata keçirilməsi ola bilər. Donald Trump növbəti dəfə Amerika Birləşmiş Ştatlarının prezidenti seçiləndən sonra Ağ Ev yaman qonaqqaralı olub. Amerika lideri bu dəfə keçmiş UFC çempionu İrlandiyalı döyüşçü Conor McGregoru ailəsi ilə birgə oval kabinetdə qəbul edib. Conorun həyat yoldaşı, eləcə də 4 övladı Ağ Evdə Trumpla söhbətləşiblər. McGregor administrasiyasının digər üzvləri ilə də görüşüb. O hazırki İrlandiya hökumətini tənqid edib. Qeyd edək ki, daha əvvəl milyarder Elon Musk'ın Ağ Evə övladı X ilə birgə gəlməsi gündəm olmuşdu. Ölkə gündəminə qayıdaq. Tovuzda dəhşətli hadisə baş verib. Oğlunun ölümünə dözməyən ata özünə qəsd edib. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 11-ci sinif şagirdi olan 17 yaşlı Ələkbər Səfərovun intiharından sonra atası 48 yaşlı Muxtar Səfərov özünü asaraq həyatına son qoyub. Qohumlarının verdiyi məlumata görə hadisəyə səbəb Muxtar Səfərovun oğlunun intihar etməsinə görə özünü bağışlamamasıdır. Qeyd edək ki, martın 14-də atası ilə mübahisə edən 17 yaşlı Ələkbər Səfərov həyətdə olan ot saxlancında özünü kəndirlə asaraq intihar edib. Faktla bağlı hazırda araşdırma aparılır. Ucarda isə dayısına əsəbləşən bacıoğlu onun mağazasını yandırıb. Hadisə rayonun Alpot kəndində baş verib. Kənd sakini 1965-ci il təvəllüdlü Musa Əhmədova məxsus ümumi sahəsi 500 kvadrat metr olan ərzaq mağazasında güclü yanğın baş verib. Hadisə zamanı tikilinin 440 kvadrat metri əşyaları ilə birlikdə yanıb. Mağazanın sahibinin sözlərinə görə bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb. Musa Əhmədovun bacısı oğlu 1978-ci il təvəllüdlü İlham Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib. O, rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Bugün Azərbaycanda Novruzun sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur. Sonuncu çərşənbəyə həm də torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır. Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir. Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır. Ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur. Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş şəkildə qeyd olunur. Və hər zaman olduğu kimi idman aləmindən də xəbərlərimiz var. Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatı seçmə mərhələsinin Uruqvay və Braziliya ilə oyunları üçün milli komandanın heyətinə daxil edilməyib. Ulduz hücumçunun Argentina milli komandasının yekun siyahısına daxil edilməməsinə onun MLS-də Atlanta United ilə oyunda aldığı buğd əzələsi zədəsi səbəb olub. Qeyd edək ki, Messi Argentina milli komandasının heyətində 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə mərhələsində artıq 9 oyun keçirib və bu oyunlarda 6 qol vurub. 3 məhsuldar ötürmə verib, hazırda isə Argentina milli komandası seçmə mərhələnin cədvəlində 12 oyundan 25 hal toplayaraq liderlik edir. İkinci yerdə isə 20 xalla Uruqvay milli komandası qərarlaşıb. Manchester City-nin rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə İspan məşqçi Pep Guardiola ilə yolları ayırmağa hazırlaşır. City-nin rəhbərliyi artıq yeni baş məşqçi
məşqçi axtarışlarına başlayıb. Məlumata görə İngiltərə klubunun rəhbərliyi Barselonanın və İspaniya millisinin əfsanəvi keçmiş futbolçusu Cesc Fabregas'ın namizədliyi üzərində dayanıb. Hazırda Fabregas İtaliyanın Como klubuna rəhbərlik edir. Qeyd olunur ki, yayda Manchester City İspan məşqçini cəlb etmək üçün maksimum səviyyədə səy göstərəcək. Xatırladaq ki, Manchester City'nin cari mövsümdə keçirdiyi 29 oyunda cəmi 14 qələbəsi var. Komanda bu mövsüm 9 dəfə məğlub olub və hazırda turnir cədvəlində 5-ci pillədədir. Barselonanın təxirə salınan maçının tarixi bəlli olub. Söhbət Kataloniya təmsilçisinin Osasuna ilə oynayacağı oyundan gedir. Bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb. 27-ci turun təxirə salınmış oyunu martın 27-sində keçiriləcək. Xatırladaq ki, görüş martın 8-də reallaşmalı idi. Lakin Kataloniyalıların həkimi Carlos Minyaru Garcia'nın vəfat etməsi səbəbindən oyun təxirə salınıb. Qeyd edək ki, Barselona 60 xalla turnir cədvəlinə başçılıq edir. Və sonda hava haqqında xəbərlərimiz var. Bakıda və Abşeron yarımadasında martın 19-da hava şəraitinin dəyişkən bulutlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz isə 17-19 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Beləcə bugünə sizə çatdıracaqlarım bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.